Xatirə İslamdan danışacağım yenə də. Deyir, böyük oğlum olsaydı ona Aygün Bayramovanı alardım. Aygün Bayramova da gözəl muğam ifaçısı. Çox gözəl sənətkar, peşəkar xanımdır. Bir verilişdə deyib də Xatirə İslam, belə maraqlı etirafdır da, düzdür. Bilirsiniz, bu müğənnilər var da, elə kişilər də, qadınlar da. Onlar deyir ki, dad çəkirlər. Yox, 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 yox. Biz nə müğənninin qızını alaram, nə onun anası müğənni olsun, nə atası. Yəni dad çəkirlər. Bilirsiniz ki, uzun müddət bununla bağlı mübahisələr olub. Açıq-saçıq özləri müğənnidir. Özləri nələr edir. Amma deyir, evladım müğənni, yox, nə müğənni qızı almamalıdır, nə valideyni müğənni olmamalıdır. Amma Xatirə İslam deyir ki, əgər böyük oğlum olsaydı, Aygün Bayramovanı gəlinim olardı. Yəni istəyərdim ki, gəlinim olsun, məhz belə. Hə. Deyir ki, xalq artisti Aygün Bayramovanın gəlin olmasını illər öncə dilə gətirsə də, proqramda xatırlatmada çətinlik çəkib. Vaxtı yəqin deyib də bunu da ki, bəs Aygün Bayramova kimi bir qız, yəni oğlum böyük olsaydı, məhz Aygün Bayramovanı alardım. Doğrudan da Aygün Bayramova xalq artistimiz, xanımdır da, xanım. Təbii ki, hər bir kəs istəyər ki, məhz Aygün Bayramova kimi bir gəlin olsun. Onun da ki, toyu olub, əri də var, İran vətəndaşıdır, yəqin Azərbaycan vətəndaşı da olub. Bu yaşda bu qadının adını niyə hallandırırsınız? Cəmaatın ailəsi, uşağım bilmirəm, amma bilirəm ki, həyat yoldaşı var, toyları da oldu.